Bu videoda deyim 20 variantlı sınaq test toplusundan 4-cü nömrəli testə baxırıq səhvlərə. Deməli, ilk sualımız 3-cü sual olacaq. Burada 3-də X maddəsi verilibdir və onun deyir maddə miqdarı A-dır, reaksiya daxilində hidrogenin də molu A-dır. Və X-in yerinə burada baxacağıq, maddələri qoyub hidrogen reaksiyasını yazacağıq. Yəni bizə birin birə mol nisbəti lazımdır. Deməli, aktiv metallardan kaliumun hidrogen reaksiyasından kalium hidrit X-də bir valens olduğuna görə indeks seçi yazılır. Buraya 2 atırıq. Bunda kaliuma da bir 2 atırıq. Bunun ayağında 2 var. Yəni bu 2-nin 1-ə nisbətidir. Ona görə bu düz deyil. Sonra wolfram 6 oksidin hidrogen reaksiyasını yazdırıq. Hidrogenotermiya üsulu metalın alınması reaksiyasından orta aktiv və pasiv metalların bəzilərinin almaq üçün hidrogen reduksiya edici olaraq reaksiya girir və buradan oksigen özünə birləşdirib su verəcək, metal isə ayrıca alınacaq. Gəlin bunu əmsallaşdıraq. Burada hidrogen 2, burada 2, oksigen burada 3-dür. Bura bir 3 ataq, oksigen 3 olsun. Hidrogeni bura 3 yazaq. Düzəlir. Yəni 1-in 3 olur da yenə başlanğıc maddəyə görə bu da səhvdir. Azotun hidrogenin reaksiyası T-katalizator iştirakı ilə bu məşhur reaksiyanın amonyakın alınmasıdır. Bura 1-2 atırıq, burada 3 atırıq, bura 1-dir, 1-in 3-ə bu da deyil. Sonra oksigenlə hidrogenin reaksiyası gürultayıcı qaz qarışıqdır, 1-in 2-yə olur, 2 mol su alınır, bu da deyil. İndi mis oksidə baxırıq, mis 2 oksidə. Hidrogenlə reaksiya girərək mis ayrılır və su. Oksigen də gəl hidrogenə birləşir, burada 1-in 1-ə olacaq. Ona görə cavab burada E variantıdır. Sonra 4 nömrəli testə baxır. 4 nömrəli testdə bizə kükürt verib, qaba daxil olur. Qabda da x qram 63%li nitrat turşusu var və buradan da NO2 qazı ayrılır, azot dioksid. İlk öncə biz bunun reaksiyasını yazaq. Burada maddələr kükürtlə turşu arasında olacaq. Deməli, əgər yadımızdadırsa, biz nitrat turşusunun metallarla belə sxemini çəkmişdik. Demişdik, burada aktiv metal, burada orta aktiv metal, burada da pasiv metal. Burada pasiv metalların yanına kükürtlə fosfor da əlavə etmişik və demişdik, durusunda NO, qatısında isə NO2 verir. İndi əgər kükürt özün pasiv metal kimi aparacaq, nitrat turşusundan girib NO2 veribsə, deməli bu qatı nitrat turşusudur. Və ona görə kükürdün qatı nitrat turşusu ilə reaksiyasını yazaq. Bu zaman burada alınacaq deməli. Bunu təmizləyim. Deməli, H2SO4 kükürt girəndə sulfat turşusu verir, NO2 və su verir. Fosfor girəndə orta fosfat turşusu uyğun qaz və su verir. Burada da olacaq NO2 və H2O. Əmsallaşdıraq. Demək, kükürt 0-dan gəlib müsbət 6-ya, azot da müsbət 5-dən müsbət 4-ə. Kükürt 6 elektron verib, azot da 1 elektron qəbul edib. Ona görə 6 yazılacaq N-in qabağına, 1 yazılacaq kükürdün qabağına. Burada 1, onda azotun qabağına. Bura 1 hidrogen 6 dənə. Burada ikisi var. Burada 1, 2 ataq. Oksigen 18 eləyir. Burada 4, burada 12, 16, 18 düzəldi. Belə, deməli, kükürt deyir artıq miqdarda götürülmüşsə, X-i hesablayın. Kükürt deməli tam reaksiya daxil olub və nəticədə bizə aydın məlumat odur ki, 33,6 litr azot dioksid var. Bu da mola çevirsək, elə bir 22,4-ə bölsək, bu da elə 1,5 mol. Gəlin molla hesablayaq, rahat olsun. Deməli, bu 1,5 moldur. 1,5 mol. Başqa rəhmə yazılır. 1,5 mol budur. Və bu zaman deyir bu məhlulun qramı nə qədərdir? Məhlul bilirik ki, həll olan və həll edicidən ibarətdir. Biz də burada həll edicinin, həll olanın daha doğrusu 63% olduğunu bilirik. İndi sadəcə faizini bilirik. Biz bunun nitrat turşusunun kütləsini tapsaq, onun 63, yəni məhlulun 63%-ni tapmış oluruq. Ona görə də biz nitrat turşusunu tapaq ki, onun köməyi ilə ümumi məhlulun 100%-ni tapaq. Əgər reaksiyaya baxsaq, görürük ki, nitrat turşusu ilə deməli NO2 arasında tənasüb qurmalıyıq. Bu 1,5 moldur da alınıbdır. Bu zaman nə qədər olacaq X mol?
Amma reaksiyanın özünə baxıram ki, bu 6 molunda, bu da 6 mol. Deməli 1-in 1-ə nisbətində. Deməli x-in qiyməti də olacaq 1/5. Çünki 6 isə 1/5 isə bu da 1/5. Deməli 1/5 mol nitrat turşusu var. Reaksiyaya girib ki, bu qədər buradan NO2 alınsın. İndi mən nitrat turşusunun molunu bildim. İndi onun kütləsini bilim də məhlulda 63% tapmaq üçün. Gəlin nitrat turşusunun kütləsini tapaq. Deməli 1 molu əgər 1 mol budursa, onda 1/5 molu x qoyub tapaq. X də bərabər eləcək 63, bir də onun yarısı, deməli 31/5. Yəni 94/5. Deməli biz nitrat turşusunun kütləsini tapdıq. Bu tapdığımız bu qiymət məhlulun 63%-dir. Bizə də ümumi məhlulun kütləsi lazımdır. Əgər 63%-in 94/5-dirsə, bəs bunun 100%-i nə qədərdir? Buna da x qoyub, x-i buradan tapırıq. Deməli 100-ə vurub 945-i bölməli 63-ə. Bu da eləyəcək. Bir dəfə eləsək, deməli 945-i 63-ə bölsək bir dəfə. 63, 1, 31, burada 5 isə, burada 5. 5 olsa, deməli 310, 0. Deməli 150. Burada da cavab eləyəcək 150. Yəni ümumi məhlulun kütləsi 150. Bir də üstündən keçək. Deməli bizə kükürt verilibdir. Kükürt nitrat turşusuna reaksiyaya girir. Əgər NO2 qazı verirsə, biz qaydaya yadımıza salırıq ki, qatısı ilə NO2 verir, durusu ilə NO verir. Reaksiyanı yazdıq, əmsallaşdırdıq və bizə deyir ki, bu qədər NO2 ayrılıbdır. Yəni 30.6 litr. Bu deyilir 1/5 mol. Bunu burada qeyd elədik. Və deyir x-i tapdı. Bizim məqsədimiz bu məhlulun ümumi kütləsini tapmaqdır. Bu məhlulun ümumi kütləsini tapmaq üçün biz bilək ki, görək bu məhlulun tərkibindəki nitrat turşusu nə qədərdir. Bunu tapmaq üçün bax bu qazın 1/5 molundan istifadə edək. Tənasüb üzrə reaksiyadan baxaq görək bu 1/5 mol qazanılanda nə qədər nitrat turşusu reaksiyaya daxil olur. Tapdıq ki, 1-in 1-ə nisbətində olduğuna görə bu da 1/5-dir. Onun da kütləsi eləyir 94/5. Deməli bu məhlulda 94/5 qram nitrat turşusu var və o da məhlulun 63%-dirsə, bizə də məhlulun ümumi kütləsi lazımdırsa, onda 100%-ni tapıram. 63-ə 94/5 yazıram. O birisinə də 100-ə x qoyub tapdım ki, 150 qram vermiş məhlulun ümumi kütləsi. İndi 6 nömrəli test tapşırığına baxırıq. Burada 3 dənə maddə var. Argentium, X, magnezium və yenə magnezium Y-nə birləşir, argentiumla Z burada Z-nə birləşir və rəngləri də verir. Ağ, sarı, sarımtıl və bu halogenlərin hansı qaz halındadır onu soruşur. Yada salaq görək halogenlər nə ilə çöküntü verir və nə rəngdə verir. Deməli, fluora baxanda fluor, kalsium müsbət və magnezium 2 müsbətlə çöküntü verəcək. Alınacaq kalsium, fluorid, halogenlər metalların bir valentli birləşir. Kalsium da 2 valentlidir. Bu ağ rəngli çöküntüdür. Yadda saxlayaq bunu. Magnezium fluoriddə isə magneziumla fluorid bu sarı çöküntü verəcək. Deməli, burada magnezium fluorda. Bu fluordur və bunun aqreqat halı qazdır. Sonra keçək digər halogenlərə. Deməli, hamısı argentiumdan çöküntü verəcək. Deməli, argentium xlorid var. Ağ rənglidir. Argentium bromid var. Sarımtıl. Və argentium yodid var. Bu isə sarıdır. Yəni, yuxarıdan aşağı xlor, brom, yod istiqamətində rəng elə bir tündləşir. Ağ, sonra sarımtıl, sonra sarı. Deməli, burada ağdırsa, deməli, bu xlordur. Bu da qaz halındadır. Sarımtıldırsa bu bromdur. Bu uca mayedir. Bromun aqreqat halı mayedir. Çünki söhbət halogendən gedir də. Deməli, hansılar deyir ki, qaz halındadır. Deməli, X qaz oldu. Y qazdır bir dəqiqə. Y qazdır. Z isə mayedir. O götürmür. X, Y cavab D variantı olacaq 6-da. Davam edirik. Deməli, 10 nömrəli test tapşırığında bizə deyir ki,
X mol pirit ve 2 mol zinc sulfitten ibaret karışığın tam yanmasından 256 gram kükürt dioksit almıştım. Şimdi bunu yazdım. Ben pirit veriyorum eski. Yanında alınır veriyorum. CO3 ve SO2 ve zink sulfit yanında yine zink oksit ve SO2 alınır. Düz bu reaksiyanda yazı və əmsallaşdırmaq olar, amma məncə bu vaxt aparacaq. Daha rahat yolunu sizə deyim ki, məsələn, pirit yanında veriyorum S, yəni SO2 alınır. Burada S 2 moldur, elə bura 1 mol yazsam, burada sol tərəfdə 2 dənə S var, bura 1 2 atıram, yəni 1-in 2-yə nisbətindədir. Sonra zink sulfitdə də kükürt bir dənədir, SO2-də də kükürt bir dənə, yəni bu da 1-in 1-ə nisbətində gedir. Deməli, X mol pirit, bu olsun X mol. Bu zaman 2 mol zinc sulfitten. Bu da 2 moldu. 2 mol daha doğrusu. Bu zaman burada da 2 mol alınacaq. Və bunun qramını verib. SO2'nin qramını verib. 256. Gəlin bu görək neçə mol eləyir. SO2'nin emir SO2 bərabər 32 üstə gəl. 32. Yəni 64. 256'ında 64'e böləndə 4 dəfə düşür. Deməli, ümumilikdə bunlar hər biri yanında 4 mol olur da, elə deyil. Zink sulfitə verib 2 mol. 2 mol zink sulfit yanında gördük ki 2 mol da SO2 alınır. Deməli, bu 4 mol, 2 molu bir reaksiyadan alınır. Deməli, o birisində payını ona da 2 mol düşür də. Yəni, bax, buradan dedikdə 2 mol. Ümumda 4. Deməli, bu da 2 moldur. Bu 2 moldursa, bu da 1-in 1'ə də. Bax, bu 1 mol gəlində, bunda 2 mol. Deməli, bu da x 1 moluymuş. Aydındır. Diğerinde x'i hesab. X'de yəni 1 mol, B variantı. Sonra 13 nömrəli testə baxaq. Burada deyir hansı mərhələ doğrudur. Kalium permanganat nədir? Kalium kloratı, yəni bertolli duzunun manqan 4 oksid iştirakına parçalanmasından bəli kalium klor və oksigen alınır. Oksigen alınması reaksiyası da bu düzdür. Sonra kalium klorun üzərinə brom gələndə halogenan aktivlik sırasından bilirik ki, flor, xlor, brom və yod yuxarıda duran aşağıdakını çıxara bilir, aşağıdakı yuxarıdakını çıxara bilmir. Yəni bura brom gəlib xloru buradan çıxara bilmir. Çünki brom aşağıdadır, bu səhvdir. Kalium bromuzda arginium nitrat gələndə kalium nitrat bəli alına bilər. Çünki mübadilə olacaq. Kalium gəlib NO3 ilə birləşəcək, arginiumla bromla birləşib sarımtılı rəngli çöküntü verəcək. Yəni bu da həm də arginium brom çöküntüsü alınır. Bu düzdür. 3'də düzdür. Daha doğrusu 3 düzdür. 1 3'dür. Bu da cavab C variantı. Deməli 16 nömrəliyə baxaq. Burada deyirik ki, maddəsini tapın. Hidrogen sulfit oksigende yanır. Hidrogen sulfit oksigende yananda kükürt alına bilər. Çox götürülsə oksigen SO2 olur. Şimdi burada əgər bu müsbət 1'dir, bu mənfi 2'dir. Bu deyir 2 elektron veribdir. Bu 2 elektron S əgər mənfi 2'dən gedir və 2 elektron verirsə, onda bu S0 qalmalıdır. Deməli bu bəsit halda kükürdürmüş. Çünki burada müsbət 4'dür. Bu müsbət 4'dür, bu 0'dır. Və bu da ki su olacaq. Y-də demək olacaq kükürt D variantı. Daha sonra baxırıq 17 nömrəli test tapşırığına. Burada alüminium verir və stibium hər biri 1 mol. 1 mol yox, eyni mol. Reaksiya sərf olunan xlorin miqdarı 0.8'dir. İlkin qarşıda alüminium kütləsini hesablayın. Gəlin bunların reaksiyasını yazaq görək. Alüminiumla xlor reaksiyaya girəndə alınır alüminium xlor 3. Burada 3 atsaq, burada 1-2 atsaq, alüminiumda 2 olur. Daha sonra stibiumdan, stibium 5-ci qrupda yerləşir və xlorla adi şəraitdə reaksiya yan otaq təmizliyinə girərək stibium xlor 3 əmələ gətirir. Bura 2, burada 1, 2, burada 2 düşür, bura 3 düşəcək. Elə alüminiumdakı reaksiyanın əmsallar demək olar ki, eynidir. Şimdi burada əgər reaksiya sərf olunan xlorin miqdarı 0.8 verirdir. Burada biz toplasaq ümumilikdə 6 mol eləyir də xlor. Bu zaman alüminium kütləsində alüminium molunu götürək, 2 mol alüminium lazım olur. 0.8'də isə X qoyub tapırıq. Buradan X bərabər olacaq 0.8. Bu 2 böl 6'ya, bu da 3'ə böləndə nə qədər edir? Burada əslində tam ədəd alınmır. 0'dan belə 26 dövlətdə belə gedir. 0'ında və bu formada. Sonra da bunu niyə tam ədəd alınmadı bilmədim, amma yolumuz düzdür.
Sonra bunu götürüb alüminiumun deməli kütləsini tapmalıqdır. Bu əgər moludursa, onda bunu da sonra 27 alüminium kütləsinə vuranda bu eləyəcək 7,2-yə yaxın bir qiymət alınır. Yəni cavab C variantı olacaq. Daha sonra 23 nömrəli testə baxaq. 23 nömrəli testdə deyir ki, 9,6 qram ekvivalentli metalın hidrogen reaksiyasından 10,4 qram hidrit alınmışdırsa, metal nisbət kütləsini hesablayın. Demək, ekvivalentli bir metal X götürək. Hidrogenlə reaksiyasından elə X H2 alınır. Ekvivalentli olduğuna görə deməli 9,6 qram metalın kütləsidir. Hidrogen reaksiyasının hidrit isə 10,4 qram edir. Və əgər kütlə artımına baxsaq, deməli 10,4-dən 9,6 çıxanda eləyəcək 0,8 qram bu hidrogen imiş. Metal nisbət kütləsini deyir hesablayın. Deməli, tənasibi bu ikisi arasında quraq. Bunun arasında əgər bu normalda 2 qramdırsa, bunu da bilmirik də, bunu da Y quraq tapaq. Y bərabər olacaq. 9,6 vur 2 böl 0,8-ə bu da eləyəcək